Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsi Bravo Marketin qarşısında 20 mərtəbəli binanın 19-cu mərtəbəsində qanuni 3 otaq 125 kvadrat ölçülü təmirli bir mənzili sizlərə təqdim edirik. Giriş qapısından mənzili başlayacaq sizlərə təqdim etməyə. Burada mənzilin giriş qapısı yerləşir. Girən kimi sol hissədə yığılmış qardırov hissəsi var. Döşəmə qranit mərmər və istifoldur. Geniş bir dəhliz hissə var. Qanuni 3 otaq yelçəkər mənzildir. Birinci yataq otağı, mətbəx hissəsi, qonaq otağı, sanitar qovşaqlara ayrı-ayrılıqda sağ hissədə mənzilin əsas yataq otağı yerləşir. Burada mənzilin birinci yataq otağı yerləşir. Baxın, bu şəkildədir. Qarşısı açıq gün düşən bir mənzildir. Yelçəkərdir. Hər iki tərəfə baxışı var. Qazı, suyu, işığı daimidir. Sənəd çıxarış kupçadır. Burada mənzilin mətbəx hissəsi yerləşir. Çox gözəl, geniş bir mətbəx hissəsi və tam boy tavana qədər yığılmış membrandan bir mətbəx hissəsi mövcuddur və mətbəxdən eyvana çıxış hissəsi var. Geniş bir eyvan mövcuddur. Qarşısı açıq gün düşən bir mənzildir. Mənzilin mətbəx hissəsində də döşəmə qranit mərmər və istifoldur. Burada mənzilin qonaq otağı, zal hissəsi yerləşir dəyərli izləyicilərimiz. Baxın, bu şəkildə bir qonaq otağı var. Qonaq otağından da mətbəxin olan eyvana çıxış hissəsi mövcuddur. Burada mənzilin birinci sanitar qovşağı yerləşir. Burada isə mənzilin hamam otağı yerləşməkdədir. Mənzilimizin əsas yataq otağı olan valideyn yataq otağı yerləşir və bu otaqdan da eyvana çıxış hissəsi var. Bu otaq mənzilin, binanın həyət istiqamətində baxır. İndi isə mənzil haqqında ümumi məlumatları və qiyməti sizlərə qeyd edəcəm. Mənzilimiz Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsində Bravo Market və yeni tikilmiş McDonald's'ın tam qarşısında Şərur İnşaata aid 20 mərtəbəli binanın 19-cu mərtəbəsində yerləşir. 125 kvadrat ümumi ölçüyə malik bu mənzil mebelləri ilə birlikdə təcil olaraq bazar qiymətindən aşağı cəmi 225 min manata satışa təklif olunur və real alıcıya endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə və mənzildə görüşənədək Allah alana və satana xeyir versin.